Daha açıq desək, Allah Taala insana bütün nemətlərini vermişdir. İnsanı xəlq etməklə, praktiki olaraq onunla insan arasında əhd-peyman bağlanmışdır. İnsana göz verir ki, onunla həqiqətləri görüb anlasın, qulaq verir ki, haqqı eşitsin və s. Deməli, insan hər dəfə Allahın verdiyi qüvvələrdən yanlış yolda istifadə etməklə onunla bağladığı əhd-peymanı pozur. Fasiqlər məhz belə insanlardır. Onlar bu əhd-peymanların hamısını ya da bir qismini pozurlar. Ayənin davamında fasiqlərin ikinci xüsusiyyətinə toxunularaq deyilir. Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayırlar. Təfsirçilərin çoxu bu cümləni sırf qohumluq əlaqələrinin kəsilməsinə aid etsələr də, ayənin ümumi məzmununa diqqət yetirdikdə görürük ki, ayənin əhatə dairəsi daha genişdir. Qohumluq əlaqələrinin kəsilməsi sadəcə onun bir nümunəsidir və ayə təkcə onunla kifayətlənmir. Allahın birləşdirilməsini buyurduğu şeylər qohumluq əlaqələri, dostluq əlaqələri, ictimai əlaqələr, ilahi rəhbərlərlə və Allahın özü ilə bağlılığa şamil olur. Buna görə də ayənin əhatə dairəsini daraldaraq, onu təkcə qohumluq əlaqələri çərçivəsinə salmamalıyıq. Bunu nəzərə alaraq bəzi təfsirçilər Allahın birləşdirilməsini buyurduğu şeylər ifadəsini peyğəmbərlər və möminlərlə əlaqəni kəsmək, yaxud da əvvəlki peyğəmbərlər və digər səmavi kitablarla əlaqəni kəsmək kimi izah etmişlər. Lakin qeyd etməliyik ki, bu izah da ayənin ümumi mənasının yalnız bir hissəsinə şamil olur.